Bəli, gəldik çıxdıq o məşhur müqayisəyə. Keçən hissədə dedik axı, əgər Quran hər şeyi izah edirsə və dinin üsulu mütləq oradan götürülməlidirsə, bəs niyə bu qədər ağır bir əqidə əsası Quranda açıq-aşkar yoxdur? Və sən müasir şiə alimi Kəmal Əl-Heydərinin bu barədə çox kəskin bir sual verdiyini qeyd etdin. O nə deyir tam olaraq? Kəmal Əl-Heydəri öz auditoriyasına belə bir fundamental sual ünvanlayır. Quranın hər hansı bir məsələyə toxunması, onun həmin məsələyə xüsusi əhəmiyyət verdiyini göstərirmi, yoxsa yox? Cavabınızı yalnız bəli və ya xeyr şəklində verin. Məntiqən əgər kimsə xeyr desə, o zaman Quranın İslamın əsas oxu, konstitusiyası olmasını inkar etmiş olar. Ay sağ ol. Elə Əl-Heydəri də bunu deyir. O bildirir ki, deməli sən mütləq bəli deməlisən. Yəni Quran bir şeydən danışırsa, onu öz elmi sisteminin əsas dayağı edir və sonra o məşhur zərbəni vurur. Quran Əbu Ləhəbdən bəhs etdi və dedi ki, Əbu Ləhəbin əlləri qurusun. İndi Allah xatirinə deyin, Quranda Əbu Ləhəb daha önəmlidir, yoxsa şiə imaməti? Vay, bu həqiqətən də çox ağır və cavab verilməsi çətin bir sualdır. Təsəvvür et, sıravi bir kafirin adı belə Quranda keçir, amma cənnət-cəhənnəm məsələsi olan imamət yox. Heydəri bununla da kifayətlənmir. O davam edir. Siz deyirsiniz ki, imamət tövhiddən üstün olmasa da onunla eyni səviyyədədir. Bəs imamətə inanmayan birinin tövhidi qəbul edilirmi? Xeyr, edilmir. Əgər tövhidin qəbulu üçün bir şərtdirsə, bəs Quran ona niyə o cür açıq toxunmayıb? Bu suallar adamı doğrudan da dərindən düşünməyə vadar edir. Əslində bunu tarixi kontekstdə də analiz etmək olar. Təsəvvür edək ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm vəfat edib. Həmin o ilk illər, bəli, çox gözəl nöqtəyə gəldin. O dövrü gözümüzün önünə gətirək. O zaman İslama yeni gəlmiş minlərlə insanın əlində öz qurtuluşlarını təmin etmək üçün tək bir yazılı qaynaq var idi. Quran. Çünki sünnət, yəni hədislər hələ kitab halında cəm olunmamışdı. Səhabələrin sinələrində, hafizələrində idi. Tamamilə haqlısan. Belə olan halda İslama yeni daxil olmuş bir bədəvini, bir əcəmini cəhənnəm atəşindən xilas etmək üçün o kitab tam və kifayət edəcək səviyyədə olmalıydı. Abdurrəhman Əs-Sadi də bu barədə İsra surəsinin 9-cu ayəsini, yəni Quran ən doğruya yönəldir ayəsini təfsir edəndə deyir ki, yəni əqidə və əməldə ən üstünə yönəldir. Amma bilirəm ki, həmin o Quran ən doğruya yönəldir ayəsinə fərqli bir məna verənlər də var. Məsələn, İmam Cəfər Əs-Sadiqə nisb edilən bir təfsirdə deyilirdi ki, yəni imama yönəldir. Bəli, belə bir rəvayət var. Amma burada məntiqi bir dairə yaranır. Əgər imamət əqidənin üsulundandırsa, insanları o üsula yönəldən Quranın özü hara yönəldir? Doğrudan da Quran bizi o cür təriflənən imamətə yönəldir. Qarşıya qoyulan dəlillər doğrudan da dəlildirmi? Bax, biz növbəti müzakirələrimizdə elə bu sualların üzərində dayanacağıq və o dəlilləri mikroskop altına qoyacağıq. Çox böyük səbirsizliklə gözləyirəm. Yenə də dərin və səmərəli müzakirə oldu. Təşəkkürlər. Mən təşəkkür edirəm. Dinləyicilərimizlə isə növbəti buraxılışda görüşmək ümidi ilə hələlik.